Salamlar, xoş gördük hər birinizi. Bundan öncəki videoda sizlə 5-ci sinifdən bir neçə mövzunun izahını bölüşmüşdüm. Bugün son 1-ci mövzudan başlayaraq yeni bir neçə mövzunun izahını bölüşəcəm. Və birinci gəlir insanlara, belə deyim də, bəzək nə üçün lazımdır? Və biz aşağı sinifdə də öyrəndik ki, günümüzdən fərqli olaraq qədimdə insanlar özlərini cəmiyyətdə tutduqları mövqeyə görə bəzəyirdilər. Məsələn, burada görürük qədim ovçuları. Qədim ovçuların mövqeləri, belə deyim də, cəmiyyətdə tutduqları mövqe onların geyimindən hiss olunurdu, yəni bilinirdi. Bir də istifadə etdiyi aksesuarlardan. Məsəl üçün, ovçular boyunlarına asdığı boyunbağıdan ovladıqları heyvanların dişlərini asırdılar və bu da onların, belə deyim də, güclü, cəsur olduğunu göstərirdi cəmiyyət önündə. Daha sonra dini ayin icra edən şəxs görürük. O da müxtəlif, belə deyim də, lələklərlə, sonra heyvan dişləri ilə və yaxud da ki, başqa materiallardan istifadə etdiyi, yəni düzəltdikləri bəzəklərlə özlərini həm də sitayiş etdikləri, belə deyim də, ağacı, budağı bəzəyiblər və bu da, belə deyim, baxan kimi görünür ki, dini ayini icra edən şəxsdir. Daha sonra qəbilə başçısı görürük, döyüşçü görürük. Yenə onlar da öz mövqelərinə görə bəzənirdilər, aksesuarları da mövqelərinə görə seçilirdi. Daha sonra gələk şərq və qərb hökmdarı. Qədimdə həm şərq, həm də qərb hökmdarı bahalı daşqaşlarla bəzədilmiş geyimlərə üstünlük verirdilər. Bir də onların geyimləri qızıl və gümüş saplarla dikilərdi. Burada şərq hökmdarını görürük. Baş geyimində müxtəlif daşqaşlar var. Daha sonra üç dilim formasında, yəni üçbucaq formasında olan çiyinliyi var. Sonra kəməri var və o da müxtəlif qaşlarla bəzədilib. Eyni zamanda silahları da onu kimi. Bir də çəkməsi, uzunboğaz çəkməsi var. Daha sonra qərb hökmdarı şərq hökmdarından, belə deyim də, fərqli olaraq onda çox qatlı yaxalıq da var və yenə şərq hökmdarından fərqli olaraq qərb hökmdarının çiyinliyi dəyirmi formadadır və məxməri parçadandır. Daha sonra baş geyimdə müxtəlif daşqaşlarla bəzədilib, yenə kəməri onu kimi. Bir də qərb hökmdarının əlində hakimiyyət nişanları var. Daha sonra bu arxada olan uzun, belə deyim də, geyimin adı mantiya adlanır. Daha sonra qaytanlı qotaz görürük. Sonra külotu, ipək corabları, bir də bantikli tuflisi olardı. Daha sonra keçək Misirə. Misirdə geyim və dekor və Misirlilərin geyimi hava şəraitindən asılı olaraq, belə deyim də, yüngül idi. Zərif geyimlərə üstünlük verirdilər və ağ geyimlərə üstünlük verirdilər. Çünki orada, belə deyim də, rütubət çox idi, isti çox idi. Ona görə də bu cür geyimlərə üstünlük verirdilər. Və burada da Misir ehramlarını görürük. Daha sonra lotosa bənzəyən Nil çayını görürük. Hansı ki, lotos da Misirdə gözəllik və əbədi həyatın simvolu hesab olunur və şanagüllə çiçəyidir. Və bu onun realda olan görünüşüdür. Bu isə dekorativ görünüşüdür. Daha sonra gələk Firona. Deməli, Fironun da geyimi, istər baş geyimi, istər üst geyimi, istər ayaq geyimi digər, belə deyim də, digər insanlardan fərqlənərdi. Həm Fironun, həm də onun əyanları başlarına zolaqlı yaylıq bağlayardılar ki, hörüklü formasında. Bu klaft adlanır və o da müxtəlif nişanlarla bəzədilir. Məsəl üçün, burada çalağan görürük, şahin. Daha sonra urey, kobra və asma saqqalını görürük. Daha sonra yaxalığını görürük, dəyirmi formada olan. Bir də geyimin, üst geyiminin əsas hissəsi önlük adlanırdı. Bu önlük də bel bağı ilə belə bərk edilir. Üzərindən də qaşlarla bəzədilmiş kəmər taxlardı. Burada bilərziyini görürük. Daha sonra ayaq geyimində səndəl adlanardı və bu da deməli papirusdan, dəridən, bir də palmadan dikilərdi. Həm Fironun, həm də əyanları bu cür geyinərdi. Daha sonra burada da Fironun arvadının rəngli emaldan hazırlanmış baş geyimini görürük. Bu qrif adlanır. Bu isə lotos təsvirli baş geyimidir. Deməli, qrif də fantastik quşdur. Kərkəs başlı fantastik quşdur. Daha sonra burada 2 dənə tac var. Birincisi pşent adlanır. 2 qat tac. Bu, yəni 2 qat tacdır. Daha sonra bu göy tacdır. Digər adı isə xepreşdir. Sonra gəlir Misirdə hakimiyyət nişanları. Hakimiyyət nişanları da Fironun ləyaqətini, qüdrətini göstərərdi. Bu isə
qamçıdır, üç quyruq formada olan, daha sonra əyri formada olan əsa, bir də asma saqqal. Bunların hər biri, yəni üçü də hakimiyyətin simvolu hesab olunardı. Sonra burada Misir kraliçasının geyimi var. Deməli, baş geyiminə nəzər salaq. Dəvə quşu lələ ilə bəzədilib. Daha sonra günəşi xatırladan lövhəcik var. Bir də sarğı var ki, sarğıya da ilan bərkidilib. Daha sonra əlində lotos başlıqlı hökmdar əsası görürük. Sonra hörüklü parikini görürük. Sonra sinə bəzəyini görürük, dəyirmi formada olan. Bir də belə deyim, çiyindən qaytanla bərk edilmiş kalazidis görürük. Dar zolaqlı geyimdir və belə deyim də dirsəkdən yuxarı olan qolbağı, daha sonra biləkdə olan qolbağı var. Əlindəki anıq isə əbədi həyatın simvolu hesab olunardı. Burada isə sadə Misirlilərin geyimlərini müşahidə edirik. Onlar da sadə parçalardan geyərdilər, aksesuarları da elə deməli sadə olardı və gildən hazırlanardı. Burada isə dekorativ tətbiqi sənətin şah əsəri olan Firon Tutanxamonun dəfn maskasını görürük ki, o da hakimiyyət nişanları ilə bəzədilir. Məsəl üçün asma saqqalda, sonra burada urey var. Bir də bu maskanın özü də günəşi xatırladır və zolaqlı baş yaylığının rəngləri ilə bəzədilibdir. Burada Nefertiti'nin büstünü görürük, Misir hökmdarının. Burada 3-cü Tutmosun arvadının baş geyimidir. Burada isə kalazidis giymiş kübar qadın var. Misirli kübar qadın var. Daha sonra gəlir Misirdə dekorativ tətbiqi sənət, simvollarda forma, dekor və rəng. Deməli, burada göstərilib əbədi həyatın qayığı, gecə və gündüz simvolu və daha sonra Firon Tutanxamonun sinə bəzəyi, hansı ki, belə deyim də müxtəlif simvollarla bəzədilib. Məsəl üçün, qoruyucu göz var, sağ göz günəşi, sol göz isə ayı simvolizə edərdi. Daha sonra lotosu görürük, skarabey böcəyi görürük, hakimiyyət nişanlarından urey görürük, ilan görürük. Daha sonra burada anıq var, əbədi həyatın simvolu, yəni nişanı hesab olunur. Bu da qüdrət nişanıdır. Sonra urey də bildik nədir? Müqəddəs hakimiyyət simvoludur, yəni ilandır. Skarabey də müqəddəs sübh günəşi simvolunun simvolu hesab olunur. Burada da qoruyucu göz görürük ki, o da ölümdən sonraki dirçəlişi və fəlakəti müdafiə edir. Burada başqa elə bir şey qalmadı. Daha sonra keçək sütunlara. Deməli, Misir ümumiyyətlə ornamentlərin vətəni hesab olunur. Onlar bitkilərə sitayiş edirdilər və təsadüf də deyil ki, elə onların dövlət rəmzləri lotos, bir də qamışdır və Misirdə ən əhəmiyyətli simvol da lotos hesab olunur və lotos bitkisi də belə deyim də daha çox onlar təsvirlərində və yaxud da ki, sütunların bəzədilməsində də lotos çiçəyindən istifadə edirdilər və bayaq da qeyd etdik ki, lotos onlarda gözəllik və əbədi həyatın simvolu hesab olunurdu. Məsəl üçün, burada papirus çiçəyinin formasını xatırladan sütun görürük. Daha sonra palma yarpaqlarının, yəni palma bitkisinin yarpaqlarını xatırladan sütun görürük. Bu sütunun yuxarı hissəsi, bu isə deməli, öz, yəni belə deyim də formasıdır, gövdə hissəsidir. Daha sonra burada da müxtəlif ornamentlər görürük, onların sxemlərini görürük. Sonra Misirdə qızılı sarı rəng günəşi simvolizə edərdi, ağ rəng, yəni gümüşü ağ rəng ayı, yaşıl həyatı simvolizə edərdi. Daha sonra mavi isə səmanı, bir də tanrını simvolizə edərdi. Burada başqa elə bir şey qalmadı. Sonra keçək qədim Çinə. Çində də yenə hər bir yerdə, hər bir xalqda olduğu kimi geyimlər rütbəyə görə olardı. Məsəl üçün, sarı rəng qızıl rəngi idi, zinət rəngi idi. Əjdaha imperator simvolu hesab olunurdu və belə deyim də hər bir yüksək rütbəli şəxsin geyimi, istər üst geyimi, istər baş geyimi də fərqlənərdi digərlərinkindən. Məsəl üçün, burada Fironun, daha doğrusu, üzr istəyirəm, imperatorun geyimini görürük. Qızılı rəngdədir. Daha sonra burada kvadrat formalı tikmə var ki,
O da Çində birinci rütbəli şəxsin geyiminin üzərinə vurulardı, dikilərdi ki, bu da uzunömürlülük simvoludur və həmin o rütbəli məmurun baş geyimindəki kürəcik olardı. O kürəcik də yaqutdan olardı. Digər məmurların isə geyimi rütbəyə görə idi. Yenə onların da geyimlərinin önündə aslan, bəbir, bir də pələng olardı və bunların da baş geyimindəki o kürəciklər şüşədən, bürüncdən, billurdan olardı. Daha sonra əyanlar deməli qəhvəyi rəngdə geyərdi. Sonra döyüşçülər, gənc döyüşçülər mavi rəngdə geyərdi. Orta yaşlı döyüşçülər isə qırmızı, bir də ağ rəngdə geyərdilər. Daha sonra qəhvəyi rəngdə dedik ki, əyanlar geyərdilər. Gənc döyüşçülər mavi və sarı da imperator geyinərdi. Sonra burada görürük Çin kəndlilərinin geyimlərini. Sadə olardı, sadə parçalardan olardı. Sonra gəlir Qərbi Avropanın dekorativ tətbiqi sənəti və 17-ci əsrdə Qərbi Avropada dekorativ tətbiqi sənət forması, rəngi, belə deyim də, istifadə olunan daşqaşlar həm Misirdən, həm də Çindən fərqlənərdi. Çünki burada daha çox təmtəraq var idi, daha çox bahalı daşqaşlar var idi və onlar aristokrat zövqünə, tərzinə uyğun geyərdilər ki, aristokrat da əsilzadə, belə deyim də, kübar deməkdir və burada 14-cü Ludovikin müşahidə edirik. Bu kral 14-cü Ludovikdir ki, onun geyimində, belə deyim də, şaşa hiss olunur və onun bu cür geyinməsi idarə etdiyi dövlətin vəziyyətindən xəbər verərdi. Yəni belə deyim də, nə qədər bahalı geyinsə, bahalı aksesuarlardan, daşqaşlardan istifadə etsə, onun idarə etdiyi dövlətin bir o qədər də yüksəkliklərdə, yəni inkişaf etdiyini göstərərdi. Daha sonra burada göstərilib kostyum, onlarda kostyum, forma, naxış, geyim. Məsəl üçün qadının geyiminə baxaq, baş geyiminə gül çiçəklə bəzədilib, bantlar, bir də qiymətli daşqaşlarla bəzədilib və görürük ki, mərtəbəli tacdır. Daha sonra burada geyimində bantlar var, sonra əlində yelpəyi var. Bu belə deyim də, uzun formada arxada olan geyim isə şlef adlanır, yəni ətəkdir. Bu da zınqrov olmalı, alt ətəkdir. Daha sonra kişi geyimində, baş geyimində dəvə quşu lələyi ilə bəzədilib, üçkünc formadadır və enli ətək formasındadır. Başlarında isə parik olardı. Bu da onun yaxalığıdır. Daha sonra bafta var. Bu manjet hissədir, qatlanmış hissə. Onun üzərindəki tikmə bafta adlanır. Bafta da qızıl və gümüş saplarla tikilmiş güləbətindir. Daha sonra justiker var. Justiker də onun üst geyimidir, hansı ki cibsizdir, daha doğrusu ciblidir, yaxasızdır. Belində belə deyim də, qaytanı var. Qotazlı qaytanla bağlanıb bel hissəsi. Daha sonra burada qılıncını görürük. Sonra külotu, ipək çorabları, bir də bantikli tuflisini görürük. Burada başqa elə bir şey qalmadı. Sonra keçək onların belə deyim də, evlərinə, saraylara və saraylarda da şaşa hiss olunur. Deməli, billur çıraqlar var. Daha sonra qızılı işləmələr var, təsvirlər var ki, bunlar da belə deyim də, hər biri onların geyimlərində olduğu kimi çox belə deyim də, şaşalıdır, diqqət çəkicidir. Bu da Bossun əsəridir. Sarayda bal 17-ci əsrə aid olan bir əsərdir və burada da bunu belə deyim də, uzaqdan görmək olur. Yerdə belə deyim də, döşəmədəki rənglər, işləmələr belə hamısı yüksək səviyyədədir. Sonra gəlir heraldika, gerb və emblemlər. Orta əsrlərdə Qərbi Avropada insanın cəmiyyətdə hansı təbəqəyə aid olduğunu göstərən başqa bir simvollar da onların gerbləri idi ki, o gerblərdə olan təsvirlər döyüşçüləri bir-birlərindən fərqləndirər, yəni bir-birlərini tanımağa da köməklik edərdi. Məsəl üçün, emblem nədir? Gəlin görək. Emblem hər hansı ideya və anlayışın simvolik şərti təsvirdir. Məsəl üçün, Atnalı uğur emblemi sayılır. Məsəl üçün, göyərçin sülh emblemi sayılır. Sonra gerb nədir? Gerb də zadəgan nəslinə, şəhərə, ölkəyə, nişana, nişan və emblemlərin təsviri olan lövhə, qalxandır. Burada da Bakı şəhərinin gerbinin formasını görürük. Bu isə emblemdir, yəni alov forması emblemdir. Bu da gerbin
özüdür, yəni ümumi quruluşudur. Gerblə nəslin ləyaqət rəmzi hesab olunardı. Sonra heraldika. Heraldikada gerb və nişanları öyrənən elm sahəsidir. Burada heraldik fiqurlar var. Heraldik fiqur iki cürdür. Qeyri-heraldik fiqur, bir də heraldik fiqur. Əsas heraldik fiqur bunlardır. Üfüqi formada rənglər, rəngli olur, şaqili formada olur, bir də diaqonal formada olur. Qeyri-heraldik fiqur isə özlüyündə o da 3 yerə bölünür. Süni olur, təbii olur, bir də əfsanəvi olur. Məsəl üçün bu təbiidir. Təbiiyə aid olaraq heyvanları, bitkiləri, insanları misal göstərə bilərik. Sünilərə, tikililəri, məsəl üçün gəmiləri, maşınları və yaxud da hansısa bir tikilim obyekti göstərə bilərik. Əfsanəviyə isə məsəl üçün əjdahanı göstərə bilərik, qrifonu göstərə bilərik, daha sonra meduzanı göstərə bilərik və s. Bunların hər biri əfsanəvi varlıqlardır. Daha sonra təsvir və belə deyim də nişandakı həmin o təsvirlərdəki müxtəlif mənalar var. Məsəl üçün palıd ağacı təsviri, ayı təsviri gücü simvolizə edərdi. Məşəl açıq kitabdır, daha sonra elmdir. Arı zəhməti, çələng şöhrəti, qanadlı ilan şəri, əjdaha əzəməti, sonra əl isə igidlik göstəricidir. Məsəl üçün tünd qırmızı məhəbbəti simvolizə edər. Daha sonra burada gəlir mavi rəng. Mavi rəngdə gözəllikdir və ucalıqdır. Sonra yaşıl bolluqdur, rifahdır. Sonra al qırmızı var. Al qırmızı hakimiyyəti simvolizə edər. Qara isə müdrikliyin simvolu hesab olunardı. Burada da Azərbaycan şəhərlərinə aid gerblər var. Bu birinci Bakının gerbidir, daha sonra Naxçıvanın gerbidir və Gəncənin gerbi, daha sonra Şamaxının gerbini görürük. Bu isə Şəkinin gerbidəki bir at təsviri var. Şuşanın gerbində isə 2 atın təsviri var. Bu da Lənkəranın gerbidir. Mənimlə bu günlük bu qədər. Növbəti dərsin izahında görüşənə qədər sağ olun.